Liviya baş qərargahının nümayəndə heyətini daşıyan Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutuları Türkiyədə yoxlanılacaq. Lakin daha ətraflı təhlil üçün neytral ölkəyə göndəriləcək. Bunu Türkiyənin Nəqliyyat naziri Abdulkadir Uraloğlu X səhifəsində yazıb. O bildirib ki, istintaq başa çatdıqdan sonra hadisənin bütün təfərrüatı tam şəffaflıqla açıqlanacaq. Uraloğlu qəza ilə bağlı bəzi detallara da aydınlıq gətirib. O qeyd edib ki, təyyarə təxminən 12.000 fut hündürlükdə olarkən hava hərəkəti dispetçerlərinə həyəcan siqnalı ötürüb. Bu siqnal kritik vəziyyəti göstərir. Pilot elektrik nasazlığı barədə məlumat verib və Ankaraya geri dönüş üçün marşrut istəyib. Növbəti bir neçə dəqiqə ərzində hava hərəkəti dispetçerləri pilota Esenboğa hava limanına təcili eniş etmək üçün bütün lazımi məlumatları ötürüblər və hava limanı bu məqsədlə bütün digər təyyarələrin uçuş və enişini müvəqqəti olaraq dayandırıb. Yerli vaxtla saat 20:33-də pilot ən vacib təcili yardım kodu olan 7700 kodunu aktivləşdirib. Saat 20:38-də təyyarə radarlardan itib deyə Uraloğlu yazıb. Növbəti 5 dəqiqə ərzində dispetçerlər müxtəlif tezliklərdə təyyarə ilə əlaqə saxlamağa çalışıblar, lakin bu bir nəticə verməyib və dərhal sonra axtarış xilas etmə əməliyyatlarına başlamaq üçün müvafiq xidmətlərə məlumat verilib. Nazir qeyd edib ki, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə xəbərdarlıq mərkəzi təyyarənin qəzaya uğraması barədə məlumat verib və qəza yerinin Ankaranın kənarında Haymana rayonunun Kesikavak kəndi yaxınlığında olduğunu təsdiqləyib.